Salam dəyərli izləyicilər. 11-ci siniflərin 9 mart buraxılış imtahan suallarına baxırıq. Əvvəlcədən bunları qeyd edirəm ki, vaxt getməsin. Birinci sualda bizə deyir ki, kəsməsi boş olmayan AB çoxluları verilib. Verilən məlumatlara görə, Euler-Veyd diaqramına görə A çoxluğu və B çoxluğu burada qeyd olunub. Bizə deyir ki, n açıq B, yəni ancaq A-da olanlar 6-dır. B çıx A 4-dür, yəni sayı 4-dür. Mən bunun birləşməsinə bir x desəm, kəşmə boş deyil, axı deyir boş olmayan. Kəşməsinə bir y desəm, onda bunların birləşməsi üçün, yəni x üçün belə bir şey yaza bilərik. X bərabərdir. Burada qeyd olunanların hamısının cəmi. 6 y 4-ün cəmi bizə verər 10 üstəgəl y. 10 üstəgəl y-ə bərabərdir. Bizə deyir ki, bu birləşmənin ən kiçik qiymətini tap. Yəni x-in ən kiçik qiymətini tap. X-in ən kiçik qiymətini tapmaq üçün y ən azından 1 olmalıdır. Çünki 0 verənməlik boş çoxluq deyil deyir. Y 1 olanda da x olar necə? 11. Cavab 61-ci sualda cavab A variantı. 65 sadə bir sualdır. Vuruqlara ayırma. Fikir verin, burada qeyd olunub. Cavab burada D variantıdır. 63 də demək olar sadə sualdır. Cədvəldə olan irrasional ədədlərin sayı 4-dür. Pi kök 3, mənfi kök 2, 3 kök 5-dir. Ümumi ədədlərin sayı da 10-dur. Hissəni necə tapırsan? 10-da 4, 0 10-da 4 eləyəcək cavabımız. Cavab C. 64. Bu da sadə sualdır. Əgər ayrı-ayrı köklərdəsə bunu bir kökə salıb müxtəsər vurma düsturunu görə bilərik. 11 çıx kök 21, bir də 11 üstə kök 21. Eyni kökün altına salsaq 11-in kvadratı, birincinin kvadratı çıx ikincinin kvadratı. Kök 21 kvadratı 21 eləyir. 120-dən 21 çıxanda da bizə verir necə? 100 kökün altında amma. Ondan da 10 çıxır. Cavab burada A variantı. 65 sadə faiz sualdır. Şəkər çoxunun 10 kütləsinin 20% şəkər alınırsa, 80 ton şəkər çoxundurun nə qədər ton, neçə ton şəkər alınar deyir. 80 ilə 20%-ni tapmaq kifayətdir. 80 20% tapsaq necə eləyər? 16. Cavab B. 66. Ədəd silsilə aid sualdır. Deməli, ardıcıl ədədlərdirsə, deməli, ikinci, birinci ilə üçüncünün cəminin yarısına bərabərdir ədəd silsilə qaydasına görə. Əgər ardıcıl hədlərdirsə, birinci ilə üçüncünü toplayıb yarıya bölsək, bizə ortadakı həddi verməlidir. Ona görə modulda 3 çıx y bərabərdir. Birinci y çıx 2, üstə gəlsin üçüncü 6 çıx y böl 2. Burada fikir verin, y-lər islah olur. Mənfi 2-nin üstünə 6 gəndə 4 edir, 4-ü 2 bölündə 2 edir. Yəni, modul 3 çıx y 2-yə bərabərdir. Onda modula tərifinə görə bu həm 2 ola bilər, 3 çıx y, həm də mənfi 2 ola bilər. Qeyd olunan həlləri hesablasaq, y mənfi 1, y 5 cavablarını, daha doğrusu y1, y 5 cavablarını alarıq. Yəni 1 və 5. Cavab burada D variantı. 66-da D. 67. 67-ni əslində uzatmağa dəyməz. Biraz da uzada bilərdim əslində. Bunu tam başa düşək. Amma ehtiyac yoxdur. Əgər həcmlər nisbəti 27 dəfə böyükdürsə, onun sahələri nisbəti isə deməli, belə deyək də, həcmlər nisbəti kubikdir, sahələr nisbəti kvadratikdir. Yəni, burada cavab olsa 9 görünür. Şifahi olaraq, praktik. Amma yazmalı olsaq, V1-i V2-yə böləndə L1-i L2-yə bölüb radiusların kubu olacaq. Yəni, həcmlərin nisbəti onların radiuslarının nisbətinin kubudur. Onda biz nə yaza bilərik? Biz axı deyir, biri digərindən 27 dəfə böyükdür. 27-nin 1-ə nisbəti, birini 1 götürsəm, birini 27 götürsəm, 27-nin 1-ə nisbət bərabər olmalı nəyə? L1 bölü 2-nin kubuna. Buradan rahat görünür ki, L1 bərabərdir 3 dənə L2-yə. Bundan sonra S1 bölü S2-ni soruşur. S1 bölü S2 də L1 bölü 2-nin nəyidir? Kvadratıdır. Ondan sonra isə L1-in yerinə 3 dənə L2 qoysam, burada L2-lər fikir verin, ixtisar gedər. 3-ün kvadratı, yəni 9. Cavab burada B variantı. 68 kifayət qədər asan sualdır. Bərabərsizliyin ən böyük tam 50, yəni bu 6-dan kiçik ən böyük tam ədəd nə var? 5 var. Mənfi 5,3-dən böyük nə var? Mənfi 5 var. Ola bilər burasında nəsə çalışa bilərsiniz. Mənfi 5,3-dən mənfi 5 böyükdür. Ona görə 5-i də mənfi 5-ə deyir, tam ədədlərin hadisini tapın deyir. Eləyir mənfi 25. Cavab burada Y variantı. 69. 69-da 2 perpendikülər müstəvinin müstəvinin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən. Bax, 2 perpendikülər müstəvi biri budur, biri budur. Bundan məsafə olaraq 2 metr məsafədə bu santimetr, 4 metr məsafədə olan isə bu. Bunları birləşdirsək, burada belə bir düzbucaqlı alınır demək olar.
Çünki bu da 90-dır, bu da 90-dır, bu da 90-dır. Məsafə daxı. Məcburən bu da 90 olacaq. Bucaq olaraq. Deməli burada belə bir düzbucaqlı alınır. Düzbucaqlısa əgər buradan buraya məsafə 2-dirsə, aşağıya mən 2-ni yaza bilərəm. Lazım olacaq, yazdıq. Və digəri də buradan buraya məsafə onsuz da bizə deyir 4-dür. Burada 4-dür. Bizə deyir ki, bu müstəvilərin kəşmə xəttindən, bax bu burada kəşişiblər. Bax burada kəşişiblər. Buradan daha doğrusu bu müstəvilərdən kəşmə xəttinə görə məsafə. Burada bax burada kəşişiblər. Bu məsafəni tapın. Bu diaqonal. Bu diaqonal düzbucağın diaqonalıdır. Bura bir x desəm, onda düzbucaqlı üçbucağa görə burada 2-nin kvadratı üstə gəl 4-ün kvadratı x-in kvadratına bərabərdir. X-in kvadratı bərabərdir 20 alınır, x də bərabərdir 2 kök 5. Elə bizdən onu soruşur, həmin məsafəni 2 kök 5 cavab C variantı. 70-ci sual. Bu da rahat bir sualdır. Paralel köçürmədə əgər -3 2 nöqtəsi hansı nöqtəyə keçir soruşursa, -3'ü x. Bax burada x-in yerinə yazırsınız. 2-ni isə y-in yerinə yazırsınız sadəcə. Burada -3 üstə gəlsin 4 alınır. O da eləyir 1. Y-in yerinə isə 2 yazanda 2 üstə gəl 1 eləyir 3. Yəni 1-3 nöqtələrdir. 1-3. Cavab olur Y variantı. 1-3. Diaqonalların sayı düsturu qaba çoxlanan neçə tərəfi var? Diaqonalın sayı düsturu n vur n çıxıb 3 bölü 2-dir. Burada deyir ki, diaqonalın sayı 9-a bərabərdir. Buradan n-i 6 taparıq. Elə bizdən də tərəfi soruşur. Cavab 6 D. Loqaritma aid sadə bir sual. Yuxarıda görürük ki, müxtəsər vurma düsturu var. 14-dən 10 çıxıb bir dəfədə toplayırıq. Loqaritma 2 əsasdan 4 vurulsun 24. Aşağıda da 24 var. Bunlar ixtisar gedir. Loqaritma 2 əsasdan 4. Bu 4 də 2-nin kvadratı olduğu üçün 2 əvvələ gəlir. Loqaritma 2-dən 2 1 olduğu üçün cavab olur 2. C variantı. 73. Biz bilirik ki, sinus x və yaxud da kosinus x olsaydı belə, onun qiyməti -1 arasında dəyişir. Yəni -1 ilə 1-i alır. Ona görə -1 kiçik bərabərdir a-1 ifadəsi. O da kiçik bərabər 1. Yəni a-1 bölü 2 -1-dən böyükdür, böyük bərabərdir. 1-dən isə kiçik bərabərdir. Bu həll etsək, hər tərəfi 2-yə vursaq, -2 kiçik bərabərdir a-1, kiçik bərabər 2. Hər tərəfin üzərinə 1 gəlsəm, a tək qalsın deyə. -1, 3. Bizdən soruşuyor ki, A pəramidin hansı qiymətlərində? -1, 3 arasında, -1, 3 daxil. Cavab olur D variantı. Uyğun tərəflər paralel olan iki bucağın biri o birinin 80%-dir. Deməli, bunların cəmi 180 dərəcədir. Mən birinə əgər 100x desəm, olacaq bunun 80% nə olacaq? 80x. 100x-dən 80x-i toplasaq 180x, 180-dirsə, x buradan 1-dir. X 1-dirsə bizə deyir böyük bucağı tap. 100x götürmüşdüm. Burada x-in yəni 1 yazanda olacağına 100. Cavab burada 100-dür. 74-cü sualın cavabı 100. 75. Qoşma kompleks ədədləri olarsa, əvvəla burada birinci, biz burada i üstü 5, bir də i üstü 35 görürük. Bunları hesablamaq lazımdır. i üstü 5, bir də i üstü 35. Bunları hesablasaq, i üstü 5, biz bilirik ki, i üstü 4 və yaxud da i kvadrat yazsaq, məsələn, belə bir şey, belə də yaza bilərdim. Məsələn, i kvadratının kvadratı vur i. I kvadratı -1, -1-in kvadratı elə 1-dir, 1 vur i. Oradan da ala bilərik əslində. Yəni, i üstü 5 i-yə bərabərdir. i üstü 35 isə -i-yə bərabərdir. Bunları biləndən sonra z1 ilə z2-ni sadələşdirək. 9 çıxılsın x-i. Bax, x i üstü 5-in yerinə i yazdım. Bu formada. Bax, z1 9 çıxılsın x-i oldu. z2 isə y üstəgəl olmalıydı, amma i üstü 35 mənfi idi. Ona görə çıxılsın 6 oldu. z2 də oldu, y çıxılsın 6. Əgər bunlar qoşma kompleks ədədlərdirsə, bunların xəyali hissələrindəki ədədlər əks olaraq dəyişəcək. Həqiqi hissələr bərabər olacaq. Onda belə çıxır ki, həqiqi hissə burada 9, burada y-dirsə, y bərabər 9 alarıq. Xəyali hissələr əks dəyişəcək. Burada x 6-ya bərabər görünür, amma x i-nin əks işarəsi ilə bərabər olmalı nəyə? -6-ya. X də -6 tapırıq. Ondan sonra bizə deyir ki, x, y həqiqi ədədlərinin cəmini tapın. 9 üstə gəlsin -6. Bu da necə edir? 3. Cavab burada 3. 76-cı sual. Bu da sadə bir trigonometri sualıdır. Biz bilirik ki, 4 sinüs kvadratı alfa ilə 4 kosinüs kvadratı alfa. Buradan 4-ü mörtəzə xaricdən çıxarsaq, fikir verin. 4-ü mörtəzə xaricdən çıxarsaq, sinüs kvadratı, kosinüs kvadratı alfa. Bunların cəminin 1 olduğunu yəqin bilirik. 1-dir. Oradan da 4-ü 1-ə vuran 4 alırıq. Yəni, bu birinci ilə üçüncü hətta 4 alacaq. Tangis kvadratı alfa üstə gəl 1 də 1 bölünsün kosinüs kvadratı alfadır.
Onu da kosinus kvadrat alfa vurğanda kosinus kvadrat alfalar ixtisar gedər. Qalar 1. 4-dən də 1 çıxanda cavabımız olacaq 3. 76-da cavabı 3. 77. 3 vurulsun 5 üstü x. 5 üstü x plus 1'i də yazaraq 5 vurulsun 5 üstü x. 3 dənə 5 üstü x, 5 dənə 5 üstü x olacaq 8 dənə 5 üstü x. 8 vurur 5 üstü x bərabər 200-ə. 200-ü 8-ə bölündə eləyər 25. 25-i 5-in kvadratı yazsaq. Əgər əsaslar eynidirsə qüvvətlər bərabərdir. X bərabərdir 2 alarıq. Bizdən soruşur tənliyi əllə elə. Cavab 2. Növbəti vuruqlara ayırsaq, biz görərik ki, elə birincidən kubun düsturudur. X sıx 1-in kubunun düsturudur, sürət. Məxrəcdə isə 2-ni çıxarsaq, olar bizdə 2 vurulsun mörtəzədə x kvadrat sıx 1. O da x sıx 1, x üstə gəl 1. Ona görə birincini sadələşdirsək, alınır belə bir şey. X sıx 1-in mörtəzə kubu, 2 vurulsun x sıx 1, x üstə gəl 1. Bunu isə vuruqlara ayırıb tərsinə vursaq, çünki bölmədir axı. X kvadrat sıx x üstə gəl 1, x deməli x sıx 1-in kvadratıdır. O da tərsinə yazdığı üçün məxrəcdə yazmışam. Baxın, burada yazmışam. X sıx 1-in kvadratı. Bu x plus 1 də sürətə qalxacaq vurma olanda. X plus 1 də sürətdir. İndi baxın, x plus 1, x plus 1 ixtisar oldu. Bax, x sıx 1, x sıx 1-in kvadratı. Bu kubla birlikdə ixtisar olundu. Yuxarıda heç nə qalmayıb, 1 qalıb. Məxrəcdə isə bir dənə 2 qalıb. Fikrin 2-də 1. Buradan olacaq 0,5. 78-də cavab 0,5. 79. 79 85 sayını cavablandırın. Deməli 79-da bizdə əgər sıraların sayına x desək, yerlərin sayından 8 vahid çoxdur deyir. Hər sıradakı yerlərin sayı sayından çoxdur. Hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Aha, sıraların sayına 8 desəm, yerlərin sayı olacaq x üstə gəl 8. Və bunları da bir-birinə vursam, ümumi sayı verəcək. X vurulsun x üstə gəl 8 184-dür. Bunu da x-i buradan həll edib, diskriminantla həll edib x-in 16 olduğunu görərsiniz. Yəni cavab burada 16-dır. Sıraların sayını soruşur. Sıraların sayından yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Bir dəqiqə. Yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Sıraların sayına x demişəm. Məndən dedi sıranın sayını soruşur. Cavab burada 16-dır. 16-nı götürəcəksiniz. Növbəti ABCD düzbucağının B təpəsindən AC diaqonalına BM perpendikuları baxın burada çəkilib. Baxın burada xətti şagird çəkib, o yoxdur. Və burada deyir AM 9-dur. AM 9-dur. MC 16-dır. MC 16-dır. Düzbucağın sahəsini tapın. Bir dəqiqə, burada düz bucaqdır. Baxın B təpəsi onsuz da düz bucaqdır, çünki düz bucaqlıdır. Düz bucaq təpəsindən hündürlük çəkilibsə, bizdə bilirik ki, h kvadratı bərabərdir mn düsturu var. Ona görə x desək bura, x kvadratı bərabərdir mn. Yəni buradan buraya məsafə vurulsun, buradan buraya məsafə. Bölündüyü hissədən hasili. 9 vur 16. X-i buradan alacaqsınız ki 12-dir. X 12 olandan sonra bizdə düzbucaqlı sahə düsturuna belə bir düstur var. S bərabərdir diaqonalının ona çəkilmiş hündürlüyə hasili. Diaqonalın ona çəkilmiş hündürlüyə hasili. Diaqonal bizdə 9 ilə 16-nın cəmi 25-dir. Hündürlüyü də bu dəqiqə tapdıq. Bu x-dir da 12-dir. 12-ni 25-ə vurulan 300. Yəni 80-ci sualın cavabı olacaq 300. Olacaq 300. 81. 81-də baxın. Burada qeyd eləmişəm. Əgər 5 manatlıq, 10 manatlıq, 20 manatlıqlar kimi qeyd eləsək, bizə deyir ki, 20 azenlik kuponların sayı 10 manatlıqdan 2 dəfə azdır, 5 azenlikdən də 16 dəfə azdır. Ən az hansıdır? 20-dir. 20-yə mən x desəm, 20 azenliyə burada baxın x desəm, 10 azenlik olacaq 2x. Axı 2 dəfə bundan çoxdur. Və yaxud da 20 azenlik bundan 10 azenlik deyək ki, 10 azenlikdən 2 dəfə azdır. 10 azenlik olacaq 2x. Bizə deyir ki, 5 azenlikdən isə 16 ədəd azdır. Bax, 20 azenlik əgər x-dirsə, deməli 5 azenlikdə belə çıxır ki, x üstə gəl 16-dır. Və bunların cəmi də 28 dənə deyək ki, zərf olacaq. Bunların cəmini hesablasaq, x, 2x, 3x, burada da x var, 4x. Üstə gəl 16. 4x üstə gəl 16 əgər 28-dirsə, x-i buradan alarsınız ki, 3-dür. X 3-dürsə, bizə deyir ki, ümumilikdə 30 azenlik dəyərin olması üçün. 30 azenlik burada necə yarada bilərsiniz ki? 10-dan 20 ilə. Deməli, 20 azenlik nə qədər idi burada? X idi, 3 idi. Baxın, burada qeyd etmişəm, 3-dür. 10 azenlikdəki 2x-dir. Yəni 2-ni 3-ə vuran neçədir? 6-dır. Burada qeyd etmişəm. 3-dən 6. İndi ehtimal tapanda bizə 28 dənə zərf təqdim olunmayıb. Ondan 2 zərf seçməliyik. 2 zərf. Çünki ikisinin cəmi 30 olmalı. 2 zərf seçiriksə,
ehtimal tabanında kombinizon 28-dən 2 ümumi hallar sayı məxrəcdə. Yuxarıda isə 10 azeyin və 20 azeynindən bir seçim eləməliyik. 20 azeynindən birini seçməliyəm də hər halda. Çünki 2 dənədir. Bir də 10 azeyindən birini seçməliyəm. Ona görə altdan birini seçməliyəm, 3-dən birini seçməliyəm. O da kombinizon 3-dən 1 vurulsun kombinizon altdan 1 deməkdir. 3-dən 1 elə 3-dür, altdan 1 elə 6-dır. 3 vur 6 sürətdə 18 alarıq. Məxrəcdə isə 28-dən, kombinizon 28-dən 2-ni hesablasaq, bu bizə verər deməli 14 vur 27 alınacaq. Yəni 28 vur 27 bölü 2 alınacaq. Oradan da 2 ilə 28 ixtisar gələcək. Buradan da 18 ilə 27-ni 9-a ixtisar aparsam 2, 3. 2 ilə də 14-ü ixtisar aparsam 7. Məxrəcdə qaldı 7, bir də 3. Sürətdə heç də qalmayıb, 1 qalıb bir dənə. 21-də 1. Yəni 81-ci sualın cavabı 21-də 1 olmuş olacaq. 82. 82-nin də ola bilər asan da yolu var. Mən biraz uzadıram, başa düşək. Deməli, əgər biz bilirik ki, bura 40 dərəcədir və biz bilirik ki, burada bir toxunma nöqtəsi var. AC toxunan da axı. Çevrəyə uyğun olaraq nöqtəndə toxunur. Toxunandısa, deməli toxunan radiusu nədir? 90 dərəcə mənə gətirəcək. Bura 90-dır. Bax, bura 90-dır. Onda bura 40-dırsa, onda A bucağına nə qədər qalır? 50 dərəcə qalır. 50 dərəcə qalır. Baxın, burada O'dan K'ya bir radius atsam, nə olacaq? 90 olacaq. Çünki AB də burada toxunandır. AB də toxunansa, toxunan radius nə olacaq? 90 əmələ gələcək. İndi fikir verin. Burada A bucağı AKO 90. Ümumiyyətlə burada AKO üçbucağı ilə ACO üçbucağı nə olacaq? Oxşar olacaq. Ona görə bizdə bu 50 dərəcəlik A bucağı nə olacaq? Tənbölən olacaq artıq. Olacaq 25 dərəcə, 25 dərəcə. İndi isə buradakı O bucağının, bax bu hissəsinin 65 dərəcə olduğunu taparıq. Çünki burada bir 90 var idi. Burada 25 aldıq. Deməli, bura nədir? 65-dir. Yenə deyirəm, ola bilər uzun gedirəm. Bura 65-dir. Ona görə eyni qayda ilə bura 25, bura 90-dırsa, burada 65-dir. Biz aldıq ki, bax, M qövsünə baxan bu mərkəzi bucaq 65-65, yəni 130-dur. Biz də bilirik ki, elə mərkəzi bucaq həmin qövsə bərabər olacaq. Yəni, KMS qövsünün dərəcə ölçüsü nədir? Elə 130-dur. Cavab 82-də 130 dərəcə. Sonra açılış şəkildə verilmiş düzgün piramidanın tam cəhdinin sahəsi olan apelin uzunluğunu tapın. Deməli biz bilirik ki, əgər S oturacaq 10-dursa, S oturacaq o 100-dürsə daha doğrusu, bunun tərəfi kvadratdır. Ona görə bunun tərəfinin 10 olduğunu görə bilərik. Tərəf 10-dur. Sonra S tam bərabərdir. S oturacaq üstəgəl S yan. Tam cəhdinin sahəsi bizə deyir 360. Bu da 360-adır. S oturacaq da 100-dür. Yəni bura 100 qoyandan sonra nə alarıq? 100-ün üstünə nə gələndə 360 gedir? S yanın buradan 260 olduğunu alarıq. S yan da nədir? Baxın bu yanda olan 4 dənə eyni üçbucaq. 4 vurulsun bura axı tərəfdir, tərəf 10-dur. 4 vurulsun AH bölü 2 düsturuna görə bərabər olmalı nəyə? S yana. 260. Niyə? Çünki 4 dənə bərabər üçbucağın bərabər sayılı üçbucağı toplasam, mənə 260 verməlidir. Çünki S yandır. Hə, bunu həll etsək, deməli, buradan alarıq ki, tərəf 10-dur. Tərəf 10-dur, baxın, 10. Buna çəkilmiş hündürlük H. Həmin o H elə apofemin olacaq da, düzdürmü? Apofem olacaq. H bölü 2 bərabər olmalı nəyə? Bir də vurulsun 4. Vurulsun 4 bərabər olmalı nəyə? 260. Bərabər 260. Buradan 2 ilə 10 çıxarsam 5H. 5H. Burada 4 də var. 20H alarıq. 20H bərabərdir 260-a. Sıfırları silərik. H-dan buradan mənim 20-ni 26-nı 2-yə bölən necə alır? 13-ə. Məsələn. Digər qayda ilə də burada yazmışam əslində. Yəni bunun cavabı 83-cü cavabı olacaq nə? 13. APF-in uzunluğu 13 olacaq. 84 rahat sualdır bu da. Deməli əgər biz bilirik ki Y oğlan 170-dən az olan oğlan sayı Y-dirsə, qız sayı 3x-dirsə, bunların cəmi nə olar? 3x üstə gəlsin. Y 21-dir. Bizə deyir ki 170 cm-dən çox olan oğlan sayını tap. Yəni bizdən əslində 2y-i soruşur. 170-dən çox nədir? 2y oğlanlarda qeyd olunub. Deməli bizdən 2y soruşur. Biz də bilirik ki, sistem tənliyi həll etsək, cavabı tapa bilərik. Yəni burada qeyd olunub ki, baxın cədvəldə. Y-dən 3x-i toplayanda 21-dir, 2y-dən də x toplayanda 17-dir. Vəssalam. 3x üstəgəl y 21-dir, x üstəgəl 2y 17-dir. Mən ikincini, bax bu ikincini 3-ə vursam, y tapa bilərəm. 3-ə vursam, 6-6 3, bax buradan oxla göstərmişəm.
Altdakından ən birincini çıxsam nə olacaq? 3x-lər islah olacaq. 6y çıxanda. Baxın, burada yazmışam. 5y. 51-dən də fikir verin. 51-dən də 21 çıxanda, 51-dən də 21 çıxanda alırıq. 30. 5y 30-dursa y buradan 6-dır. Tələsməyək. Bizdən soruşur ki, 170-dən çox olan oğlan sayı. 170-dən çox olan oğlan sayı nədir? 2y-dir. Hə. Y 6-dırsa 2y nədir? 12-dir. Yəni 84-cü sualın cavabı olacaq 12. Və sonuncu sual 85. 85-ci sualda, bir dəqiqə mən bunları buradan silim. 85-ci sualda bizə deyir ki, A, MN nöqtəsi həmin funksiyanın uyğun olan parabol nöqtəsi. Əvvəla burada x kvadrat çıx 8x üstə gəl 18-i biz belə yaza bilərik. Y bərabərdir x çıx 4-ün mörtəzə kvadratı üstə gəlsin 2. Yəni bu buna eynilik təşkil eləyir. Biz də buradan bilirik ki, buradan m bərabərdir 4-ə. Baxın, m bərabərdir buradakı 4-ün mənfi 4-ün əks işarəsi. Bir də n də bərabərdir 2-yə. N də baxın buradakı 2-dir. Məsələn, yəni əslində m-in nəymiş? 4, 4, 2. 4, 2 nöqtəsiymiş. Baxın, m burada 2 yazandan sonra, burada 4 yazandan sonra nə olacaq? Bizə deyir ki, apsis oxuna və koordina başlanacaq, oradan da oxunan simmetrik nöqtələri BCD qeyd elə. Bax, birinci apsisi tapaq. Apsis oxu nədir? Bunu götür. Bax, bu formaya qatdala. Onda o nə deməkdir? Elə buradan buraya məsafə, baxın, buradan buraya məsafə 2-dirsə, 2 metr aşağı düş. Yəni nə? Mənfi 2 yaz. Buradan buraya məsafə 4-dürsə, elə buradan buraya məsafə 4 olacaq. Elə burada da 4 qalacaq. Bax, 4 mənfi 2. Nə nöqtəsi olacaq? B nöqtəsi. Bura B yazdıq. Sonra koordinat başlanğıcına. Koordinat başlanğıcına bax bu nöqtədir. 0, 0 nöqtəsi. O nə olacaq? Mənfi 2 qalacaq yerində. Olacaq amma mənfi 4. Mənfi 2, mənfi 4. Bu da olacaq C nöqtəsi. D nöqtəsi də baxın buralarda bir mənfi 4 olacaq. Düzdürmü? Bunu birləşdirsək, bax bu fiquru birləşdirsək düzbucaqlı alınacaq. Biz də bilirik ki, buradan buraya məsafə 4-dür. Buradan buraya məsafə 4-dür. Deməli bunun uzunluğu 8-dir. Buradan buraya məsafə fikir verim 2-dir. Buradan buraya məsafə mənfi 2-dir. Deməli bunun eni də nədir? 4-dür. Eni 4, uzunluğu 8 olan düzbucaqlının perimetrini soruşur bizdən. Burada 2 vurulsun A üstə gəl B uzunluqla eni topla. 8 ilə 4 12, 2 vur 12 24. Yəni 85-ci sualın cavabı olacaq 24 və suallar bu qədər. Diqqətinizə görə minnətdaram. İnşallah nəticələriniz yaxşı olar və videonun altından öz nəticələrinizi və fikirlərinizi yaza bilərsiniz. Görək kim nə qədər bal toplamış oldu və yaxud da neçə düzə oldu. Diqqətinizə görə minnətdaram.